Respublikamızın kənd təsərrüfatı işçiləri SSR-nin təşkil edilməsinin 50 illiyi şərəfinə sosializm yarışını genişləndirərək böyük əmək nailiyyətləri qazandılar. Kənd təsərrüfatının bir çox başqa sahələrində olduğu kimi, taxılçılarımız da dövlətə taxıl planını artıqlaması ilə yerinə yetirdilər. Bu qələbənin əldə edilməsində Salyan rayonundakı Şaumyan adına kolxozun da az-çox payı vardır. Kolxozun əməksevər kollektivi indiyə kimi 1100 hektardan artıq sahəyə taxıl səpmişlər. Vaxtdan səmərəli istifadə edən Şaumyan adına kolxozun əməkçiləri taxıl səpini kampaniyasını yüksək aqrotexniki səviyyədə yerinə yetirmişlər.